Salam əziz müştərilərimizin vaxtı xeyir olsun. Ələftərə tupilərin vəsət dəliklər vırıldı, bəğəlləri vırıldı və indi burada xəzanəyə açırıq ki, bu pit keçsin, nədir onun içinə. Bunun tayın, eyni bunun tayın bu halətdə qoşduq. Baxın, görürsünüz, buzu xəzanə vurmuşuq. Bunun nədir rahat vurmaq? Elə bilərsiniz mətərlə vurarsınız, elə bilərsiniz mətəfrezlə vurarsınız və elə bilərsiniz bu qələmi daxil təraşla vurarsınız. Mətərlə biraz yubanarsınız, şayad işiniz körrüyə ya frezdən. Xob, bəli bu qələm daxil təraşla ki vursaz və burasını bu halətdə şablon qoysaz, görürsünüz, bu piçin əndazəsidir. Nə qətələri oyanmayan olar, nə sentlər fərqilə. Mətədə şayad oyanmayan olar. İndi bunu vuruq, qalan görək nə olur. Bu qələm daxil təraşla işləri, dəstgah təraşın öz otomatik ilə gedir və şablon ki burada qərar tapıb həmişə qətləz bir əndazə çıxar, xətaz həddəqəl olar, otomatik getməyə har. Məsələn, əbzarınızın şort almağı da həddəqəl olar. Çox rahat. Baxsaz bir də biz ab sabundan istifadə eləmirik. Əvvələn bu dəstgahın sinisi yekədir. Bunu şərt doldurmağa çox şeylər, təsfiyəsi çox çəkər. Və izafə bu ki, az nəzərə pezeşki də ab sabun biraz bədənə yaxçılığı yoxdur. Cəryanda olun. Şayət çox adam deməyə, vəli ab sabun az nəzərə pezeşki biraz müşkülsazdır. Cəryanda olun. Bu da vuruldu, qutuldu. Aha bu. İndi bundan sonra opsi qətəki cürgələtli qəlavizdən üçün bu halətdə bundan da 2 dənə qəlaviz vuracaq, bir dənə un, bir yarım normal rast vurulacaqdır, bir dənə də un 1.25 çəp taraşqarıq olacaq. Birin bir tərəfinə, birin bir tərəfinə. Bu xəzinə buna xatir ki, bülünsün, ha tərəf normaldır və rast qəlaviz yiyəcəkdir.